Baba baba baba. Aa. Aa. Olar eləmək. Hə? Olar eləmək. Yenə başladı. Ay Allah, ay Allah, ürəyi sıxıldı da. Ürəyi sıxıldı maşında getməkdən. Hər kəsə salam, dəyərli izləyicilər. Ümidvaram hər biriniz yaxşısınız. Yolundadır hər şey, qaydasındadır. Qaydasında deyilsə də ən azından çalışırsınız ki, qaydasında etməyə. Bu günləri Amirçiklə gedirik dənizə. Amirin ilk dəniz macerası başlayır. Hə Amir? Amirin düzdür, hal-hazırda 12-in yarısı deyə yuxusu gəlir. Onun yuxusu gəlir. Çünki saat 9-da, 8-də oyanıbdır yuxudan. Bu vaxtlar artıq onun yuxu vaxtıdır. Amma bu günləri hava 32-33 dərəcə isti olduğu üçün Amirçiki aparıram dənizə. Gedirik dənizə, hə? İndi yəqin ki, birazdan yatar Amir. Çünki mənim işlərim var ki, Amiri özümlə aparıram işlərimin dalınca. Əslində Amburana aparmaq fikrində idik. Lakin Amir balaca olduğu üçün, yenə dediyim kimi, Amir balaca olduğu üçün, orada da çox hovuz olduğu üçün, istər-istəməz də uşaqdır, insan başı qarışar, nəsə olar, eləyər. Ona görə hovuza hələ aparmırıq Amiri. Amiri hələ ki dənizə aparırıq. Çünki orada nəzarət daha yaxşıdır, nəzarət eləyə bilirik. Dəniz məkanı olaraq da bizim həmişə getdiyimiz bir yer var, Glam Beach. Ora gedəcəyik. Amir hal-hazırda keyiyib, yuxusu gəldiyi üçün soskanı da taxıb ağzına, vapşı bu dəqiqə sönür. A few moments later. Əsas odur, sərindir, maşında kondisioner qoşmuşam, az xodda vurmuşam, 24-25 dərəcə istiliyi, sərinliyi var. Mən özüm də gəldim ustalarla falan şey elədik, evimizi də sizə göstərim. Və bu evi tikmişik, müştərilərini gözləyirik, belə deyim. Evimiz hal-hazırda hazırdır. Mən də gəlirəm hər dəfə suluyuram buraları. Çünki bilirsiniz ki, qazona baxmaq lazımdır. Yoxsa məhv olub gedir qazon. Mən də gəlirəm hər dəfə belə suluyuram buraları. Həqiqətən həyəti sulamaq, bağa, bağçaya baxmaq o qədər gözəl bir şeydir ki, yəni çox xoşum gəldi. Hovuzla məşğul olmaq, nə bilim, ota baxmaq, qazonu sulamaq, ağacları belləmək deməyim, amma sulamaq falan çox xoşuma gəlir belə işlər. Biraz buraları sulayaq. Sonra gedək Amirçikə biraz oyansın, yemək yedizdirim. Ondan sonra da dənizə doğru gedək. Amir dənizdə çox əylənəcək. Hələ yatıb, heç bir fikri yoxdur ki, birazdan nələr baş verəcək. Ayda, Amir görəm buradan hal-hazırda mənə baxırsan, neçə yaşın var, çox maraqlıdır ki, hansı yaşdasan və bu videoya baxırsan, nələr fikirləşirsən. Maraqlıdır. Amma onu bil ki, ata səni çox istəyir də, yəni xətrivi həqiqətən çox istəyir. Yuxudan duran bir ədəd oğlan. Oy! Nə oldu ki? Nə oldu? Gəh. Yaxşı da, gəh. Yuxudan durdun, bilmədin bura haradır. Təkədə düşdün. Acım. Amir acıb deyə tez bazar alternativini eləyə bilərik deyə düşündüm və qərara gəldim ki, nənəsi ilə babası ilə gətirim Amiri, amma evdə heç kim yoxdur. Tez bazar Amirə nələrsə hazırlayıram.
Amir bir tikə çörək yeyir. Ondan sonra nənəsi dedi ki, piraşki var dedi. Piraşki götürəcəm. Sonra da dənizə doğru yola çıxacağıq. Amircik də piraşki yer öz üçün. Nə yeyirsən? Piraşki yeyirsən? Qoyca. Amiri biraz su eləmişəm. Bayaqları o otları sulayanda Amircik də biraz su elədim. Öz üçün sulandı. Burada qəşəng bizim belə bir hovuzumuz var. Təəssüf ki, hovuza girə bilmirik. Çünki gedirik dənizə. Başqa vaxtda hovuza girərik, hovuz videosu çəkərik. Hə, Amir? İndi burada xaşlamamız var. Xaşlama biraz isinsin. Amirçikə xaşlama verim. Əlim yandı, Amir. Əlim yandı, Amirçik. Amirçik, balçik. Və Amirin yeməyi hazır. İçinə biraz çörək doğrayacağım. Və Amirçik bunu bəhbəhlə yiyəcək. Ətlərini də biraz balaca eləyək ki, Amir yeyə bilsin. Bu dəqiqə Amir üçün ən gözəl alternativ yemək budur. Tez bazar. Oh. Az. Aferin. Burada bir damcı ət var idi, amma çıxartmadı. Az. Aferin. Ata, mən kişi yemək xaşlama yeyirəm. Hə? Az. Aferin. Dadlıdır? Denən dadlı. Aferin. Ay, bir üstü başımız oldu. Üstü başımız oldu xaşlama. Yəqin doydu. Baba. Olar eləmək. Hə? Olar eləmək. Bunu ye. Bir dənə də bunu ye. Yox, əlini salma, əlini eləmə. Və axır ki, yola qoyulduq. Gedirik dənizə tərəf. Amirçik hələ də deyəsən doymuyub. Piraşkilərdən yenə orada soxuşdurur öz üçün. Nə deyir orada? Nəyi? Gedirik, yoldayıq. Ora çataq. Yenə vlogumuz davam edəcək. Amir görək ilk dəniz macərası necə keçəcək. Amirçikin. Amirçik hal-hazırda yemək soxuntu işləri ilə məşğuldur. Ona görə başı qarışıqdır. Balam. Və gəldik, çıxdıq. Qaç. Hara qaçsan? Ay, di. Amirçikin ilk dəniz macərası başlayır. Qulan bir həqiqətən də çox yaxşı bir yerdir. Nə barədə? Çox yaxşı üstünlükləri var, plusları var. O da birincisi həm estetik bir məkandır, həm qiyməti lejankaların münasibdir. Sonra ən önəmlisi dənizdə mənim üçün ən plus nöqtə odur ki, mənim üçün dənizdən çıxandan sonra hamam olmağıdır. Yəni suda çimmək lazımdır. Burada da o şərait var. Sonra kontingenti yaxşıdır.
ailələr falandır çox. Məsəl üçün oğlanları tək buraxmırlar, ancaq qadınlarla buraxırlar. Ailəvi məkan olmağı o barədə plusları var. Biz də hər zaman seçimimizi qılan biçdən yana istifadə edirik. Ata, gəl! Ata, gəl! Yavaş-yavaş qaç. Deməli, lejankaların qiyməti nə qədərdir? 10 manat. Bir lejanka nə daxildir? Giriş adam başı olmaz. 10 manat. Güzel. 2 nəfər. I am waiting for a bus at the end of the night under street lamp. Man face Hey, 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 ya Eren. Hey, hey, telif geldi YouTube'dan. Telif. Neymiş ya? Hemen git o kadar uşaq var orada, git kadrodalar. Biz de Amiri götürdük, geldik şeye, Kılambiçə denize. Özüme de sızdım bundan çok güzel. Sini traktör. Aysa onun içine boşaldıq. Gel oturaq. Gel otur. Bax bununla belə eləyək, bunun içine boşaldıq. Bununla belə eləyək, bunun içine ataq. İndi sən elə baxım. Sən elə baxım. Aferin. At içine. Ay sağ ol. Belə at içine. Ağzına olmaz. Olmaz. Ağza olmaz Amir. Ağza olmaz. Aysa bunu bax belə elə. Bax bunun içine at. Sən də elə. Sən də göt bax belə. Bax belə. Aferin. Bax. Tut. Deyir eləməyi. Aç, yok belə. Hop, belə. İndi bunun içine at. Aferin. Tatlıdır. Tatlıdır ha. Ödün işe bakın ha. Dökən, yok onunla işin yoktu sen. Nədir? Nə işin? Nədir? Nə işsə? Yox, nədir? Aferin, bunun içine at. At içine. Aferin. Olmaz ağzını. Burada sili traktör var. Önce al at. Al at. At bana. At bana. At şöyle. Kol ile. Hadi kol ile de. Hopa. Hadi. At. At bana. Ay. Al. At bana. At. Aferin. Go. Gel. Al. Qapıçı olacaq deyəsən, ancaq əli ilə. Gəl. Səndən bekləntilərimiz çox idi Amir. Bir Ronaldo, Messi ola bilərdin, amma getdin Buffon oldun. Gəl. Kəllə vur. Kəllə vur. Ya bura. Hara gelsen. Kaçma ya bura, kaçma. Kaçma. Devam et çimçiməsi. Düzdür. Birinci dəfə deyil, bayaq giribdi suya. Burası çəkməmişdi. İndi yenə geçsin suya. Bu da bunun Kum yeyip ağzına. evet, bu da bunun sivri traktorudur. Pappalam. 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 Jump, Pelin, jump. Aferin.
oldu ya sana? Yalancı. Hiç olmaz. Bir tane deliyor, bir tane deliyor. Ne der yapışı? Buna Evet. Yaxşı eləmirəm, yaxşı. Bak. Tıkla atın buraya. Yo eləmə. Niye korkursan ay Amir? Sifətə Ben buradayım da, niye korkursan? Korkutucu bir şey yoktu. Ora ayağı dəydiyi yerləri. Ne ola başka vaxtda belə qucaqla da mə? Niye indi qucaqlayırsan belə? Başka vaxt belə işlər.